Hər bir vəzifəli şəxs birinci növbədə özünə və ailəsinə cavabdehlik daşıyır. Amma hər bir kəsin qardaşı var, bacısı var, ayrı təsərrüfatdır, ayrı yaşayır, başqa ölkədə yaşayır. Hər kəsin nəsli kökü böyükdür. Və sual yaranır ki, vəzifəli şəxsin vəzifəsidirmi hər bir kəsə nəzarət eləsin və necə nəzarət edə bilər və niyə nəzarət etməlidir ki? Mənim qardaşım 80-ci illərdə, iki qardaşım İmişlinin Xəlfəli kəndindən, kəndin bir əhalisindən anamın aldığı borc pulla Rusiyaya gediblər, Yekaterinburg şəhərinə. Orada yaşayıblar, sonra Peterburg şəhərinə köçüblər. 3 ildə, 5 ildə bir dəfə Azərbaycana gəlib gəlməyiblər. Rusiya vətəndaşlarıdır. Övladları orada doğulub, orada böyüyüb. Rusiya vətəndaşlarıdır. Orada oxuyublar. Və mən də onların üzünü 3 ildə, 5 ildə bir dəfə görmüşəm. Onların öz həyatı, öz işi, öz biznesi var. Və hansı zülümlərlə qazanıblar, nələri var, heç bir olan Allah da şahiddir ki, onların nələri var, heç onu da mən bilmirəm. Və bugün o toyu olan qardaşımın oğlu heç o atasının pulu ilə də özünə toy etməyib, öz pulu ilə edib. Biznesmendir mi? Gözəl oxuyub, çalışıb, bizneslə məşğuldur. Uşaqlığından indi atasının yanında olub, bizneslə məşğuldur. Özü qazanır, atasına ehtiyacı yoxdur, atasına da hələ kömək eləyir. Artıq o özü dayağısında dayanan bir şəxsdir. Və eyni zamanda da yaxşı bir yerdən də evlənib. O ailə də kifayət qədər imkanlı ailədir. Yəni bunlar özləri yaşayıb, özləri qazanıblar. Bunun mənə nə aidiyyatı var ki? 50 nəfərlik toy və hamısı dünyanın müxtəlif ölkələrindən və əsasən Rusiyadan gələn bəyin dostları və qardaşımın yəqin ki, orada indi tanıdığı insanlar. Yarı ayaq üstə, yarı masa, çöldə, həyətdə bir toy olur. Və əgər orada indi o atəşfəşanlığı göstərilirsə də, mən hər gün elə müxtəlif yerlərdə atəşfəşanlıqdan qulaq tutulur Azərbaycanda da. 2 müğənni olub. Azərbaycanın ən zəif bir toyunda onlarla müğənni gəlib oxuyur. Yəni bu dəbdəbə nəyə deyilir ki? Əgər kimsə tanınan bir şəxsdirsə, öndədirsə, qohum əqrəbasında nə baş verir, onun üzərinə yüklüyürlər. Bu nə dərəcədə ədalətli və düzgün ola bilər? Və hər bir kəsin öz evində öz qazancı özünündür. Heç kim gətirib heç kimə çörək vermir. Qardaş da olsun, bacı da olsun. Başa düşmürəm. İndi onu yazan insanlar gidib öz qardaşlarından, bacılarından alıb kiməsə kömək eləyirlər. Hərçənd ki, mənim pandemiya vaxtı da, başqa vaxtda nəsə deyəndə müəyyən məsələlər kömək eləyirlər. Aparıb İmişli cəmaatına da kömək eləmişəm. Amma deputatın vəzifəsi gidib kiməsə yardım etmək deyil. Mən gücüm çatanı eləyirəm və çox işlər də görmüşəm İmişli üçün. Çox işlər dövlətin xətti ilə və onları zaman-zaman da paylaşmışam və bugün də edirəm. Mənim qardaşımın, bacımın və qohum əqrabamın mənim vəzifəmlə bağlı öhdəlikləri yoxdur. Onların ictimai məsuliyyəti var ki, məni də nəzərə alsınlar, statusumu nəzərə alsınlar, ailəmizi nəzərə alsınlar, insanların həssaslığını nəzərə alsınlar və özlərini adekvat aparsınlar. Bunun üçün də əllərindən gələni edirlər.